Hər vaxtınız xeyir olsun dəyərli izləyicilər. Baku TV-nin efirində İdmanda nə baş verir podkastının daha bir buraxılışını izləyirsiniz. Bu dəfə də futboldan danışacağıq. AFFA-nın təşkilatçılığı ilə Azərbaycanda keçirilən region liqasını müzakirə edəcəyik. Kifayət qədər maraqlı bir liqadır, kifayət qədər maraqlı komandalar var, kifayət qədər maraqlı futbolçular çıxır sözü gedən liqadan. Tək deyiləm, qonağımız var. Qonağımız isə elə region liqasında çıxış edən Viləş Futbol Klubunun prezidenti Mirələm Həşimovdur. Mirələm bəy, salam, hər vaxtınız xeyir olsun. Xoş gəlmisiniz. Salam, xoş gördük. Öncəliklə Baku TV rəhbərinə, bütün əməkdaşlarına, xüsusilə də sizə təşəkkür edirəm ki, bizi dəvət eləmisiniz. Bu region futbolu üçün böyük bir əhəmiyyətli məqamdır ki, mediada daha da yayımlanır və inkişafına doğru inşallah səmərəli istifadə olunacaq bu media. Sözsüz ki, elə media olaraq bizim elə belə deyək, üzərimizə düşən məqamlardan biri də odur və mən qeyd edim ki, mən özüm kifayət qədər maraqla izləyirəm. İstər birinci, ikinci liqa olsun, istərsə də region liqası olsun. Çünki mənim üçün şəxsən çox maraqlıdır oradakı komandalar, bölgə təmsilçiləri. Oranın bir spesifikası var. Elə bir meydanlar var ki, yəni azarkeş üçün əyləşməyə yeri yoxdur, amma çox gözəl görüntü olur. Ağacların içində ərsəyə gələn meydan, orada olan maraqlı görüntülər mənim üçün çox maraqlıdır. Ona görə elə xüsusi izləyirəm həmin liqanı və sizin komandanın oyunlarını da izləyirəm. İstərdim sizin dilinizdən eşidək. Komandada ümumiyyətlə vəziyyət necədir? Birinci komandadan başlayaq. Sonra yarışın təşkilatçılığı ilə bağlı bəzi suallarım olacaq. Görək çatışmayan cəhətlər hansılardır? Çətinliklər nədir? Hansı inkişaf var liqada? Buyurun, komandada vəziyyət necədir və hansı liqada çıxış edib neçənci yerdəsiz? Biz 2020-ci ildən fəaliyyət göstəririk. Əsas məqsədimiz gənc nəslin sağlam bədənlə və sağlam ruhda tərbiyə olunmasıdır. AFFA-nın təşkilatçılığı ilə keçirilən U10-dan U14-ə qədər belə deyək də Cənub bölgəsi üzrə Biləsuvarda keçirilən uşaq liqalarında komandamız iştirak eləyir, artıq 6-cı ildir iştirak eləyir. Hətta U15, U16 və U17 öz büdcəmizdən, yəni onu belə deyək də AFFA ona məsələn üçün yol pulu ayırmır. Yəni onu öz büdcənlə idarə etməlisən. Biz hətta AFFA-nın dəstəyi nədir onda? AFFA-nın dəstəyi U10-dan U14-ə qədər yol pullar köçür. Yəni hər liqa üçün ayrı olaraq, məsafə olaraq, yəni yol pulları köçür. Yəni onunla bağlı heç bir, yəni ümumiyyətlə AFFA ilə bağlı heç bir problemimiz yoxdur. Nə səbəbdən? Çünki hər zaman, yəni regionda olan komandaları, yəni diqqət mərkəzində saxlayırlar. İndi ola bilər bu hansısa komandalar belə deyək də onlara sərf eləməyən hansısa məqamlar var. Bu təşkilatçılığı belə deyək də qarayaxma kampaniyaları ilə, müəyyən şeylərlə Yox, kölgədə qoymaq istəyən adamlar var. Sözsüz ki, istər təkcə AFFA-dan getmir, istənilən qurumun fəaliyyətini kölgədə qoymaq istəyənlər var. Yəqin ki, burada öz mənafələrini güdürlər, amma sizin komandanı mən çoxdan izləyirəm, Masallı təmsilçisini çoxdan izləyirəm. Ümumiyyətlə Masallı futbol bölgəsidir, belə deyək. Cənub bölgəsi bizdə futbol bölgəsidir. İstər Lənkəran olsun, istər Masallı olsun. Amma ona görə, yəni seçim məhz sizin üzərinizdə dayandım ki, görək komandalardan biri, misal üçün Viləş komandası bu barədə nə danışır. Qaydasındadırmı hər şey, yəni AFFA-nın dəstəyi ilə bağlı? Bəli, tam qaydasındadır. Biz artıq 3 ildir region liqasında çıxış eləyirik. Birinci mövsüm, yəni 2023-2024 mövsümündə 4-1 final mərhələsinə qədər yüksəldik. Yəni adi rayonda olan öz oyunçularımızla belə deyək, yəni digər yerdən gətirməmək şərti ilə. Yəni yaxın rayonlardan 1-2 nəfər transfer elədik ki, o belə deyək də mövqelərdə çatışmamazlığımız var idi. Bizim 8-də 1 və 4-də 1 final mərhələsində stadionumuzda 4-də 1 play-offa yüksələn komandalara AFFA artıq 4-cü hakim və hakim inspektor göndərir. Yəni o oyunlarda bizdə 1600, 1300 azərkeş olurdu. Yəni bizim stadionda hal-hazırda şərait yoxdur. Görüntüləri də paylaşırsınız sosial şəbəkələrdə. İndi biz izləyicilərə də təqdim eləyəcəyik həmin görüntüləri. Yəni özüm də görmüşəm. Buyurun. Yəni hətta oturmağa belə yer yoxdur da. İndi o şəxsi mülkdür. Yəni sahibi də söz verib ki, yaxın müddətdə orada müəyyən işlər görüləcək. Ayaq üstə durub, yəni penallaşmaya qədər getdik. Məsələn 120 dəqiqə yaşlı adam, cavan, hamı durub oyuna baxırdı. Hakim inspektor qeyd elədi ki, orada dedi biz belə deyək də yüksək liqanın komanda bu qədər az fan klubları çıxmaq şərti ilə təbii ki 1600 azərkeş özü stadionu bir qrup fırlandı.
Yəni onları belə deyək də saydı dedim 1600-ə qədər saydım da qalanı sayamadım. Çünki onların da arxasında dayananlar var idi də müəyyən qədər. Yəni regionda futbola maraq çoxdur. Viləş futbol klubu 1967-ci ildə yarandı. Tarixi var. Bəli, Regionda region futbolunun tarixi var. Siz Bəli. söhbət masalından Bəli. Söz yox. O hal-hazırki klub Viləş Peşəkar Futbol Klubu. Mən belə deyək də bizim yaratdığımız təsisçi və direktorum olduğum, klubun rəhbəri olduğum komanda 2020-ci ildə fəaliyyət göstərdi. Sadəcə bizdə belə deyək də Masallı PFK adı ilə fəaliyyət göstərirdi. Amma irsi davam elətdirirsiniz. Bəli, bizə əsas məqsədimiz odur ki, Masallıya böyük futbolu geri qaytaraq. Sağlamlığı geri qaytaraq, gəncliyi, yəni narkomaniyadan uzaq tutaq. Məqsəd budur, pis vərdişlərdən uzaq tutaq. Yəni o belə deyək də köhnə adla bağlı müəyyən, məsələn bizim indi loqosu var. Məsələn onda Viləş çayı təsvir olunur. M işarəsi, məsələn Masallı. Məsələn müəyyən şeylər ki var, onlar qalır. Amma 2020-ci ildə yaranması, yəni biz tərəfdən yaranır deyə biz onu 2020 yazmışıq. Yəni 1967-ci ildə yaranan klubla bağlı belə deyək də, yəni sənəd birindədir, peçat birindədir, yəni qarışıq bir məsələdir. Ona görə biz onlara belə deyək, onlar işlərə qarışmırıq. Bizim məqsədimiz Masallıya bürokratik məsələlər çoxdur. Bəli, yəni qarışıq məsələlərdir. Məsələn biz adi bir dəfə 1967 yazmışdıq, biri zəng elədi, dedi peçat məndədir, biri dedi təsisçisi mənəm. Gördük qarışıq məsələdir. Biz artıq Məncə dəstək məqsədi ilə məncə güclər bərqərar olmalı. Bəli. Niyə də olmasın? Bəli. Yəni mütləq deyim ki, birdən-birə yüksək liqadan sözsüz ki, komanda nə vaxtsa çıxış eləyib, Bəli. tanınmış da komanda olub Azərbaycanda, kifayət qədər də auditoriyası olub Viləş futbol klubunun, amma bəzi məsələlərə görə komanda fəaliyyətini dayandırıb nə vaxtsa və siz artıq o ruhu geri qaytarırsınız. Məncə yəni Viləşdən söhbət gedirsə, bütün güclər bərqərar olmalıdır. Buyurun davam edin. Biz artıq belə bir qərara gəldik ki, Masallı Peşəkar Futbol Klubunun adını dəyişək və Viləş Peşəkar Futbol Klubu qoyaq. Bunu yəni azərkeşlər də çoxdan da istəyirdi. Yəni Viləş adının tarixi olub deyə. İstər Azərbaycanda belə olan. deyək də, Viləş olanda daha çox maraq olur. Bəli. Daha çox sevgi ilə belə deyək gəlirlər meydana, Bəli. nəinki Masallı adı ilə. Çünki Viləşin tarixi var. Masallı adından da belə bir qəbahət bir şey yoxdur belə Bəli, baxanda, amma Viləş insanlar Viləşi görmək istəyirlər. Bəli, 100%. Artıq belə deyək, Viləş adını dəyişəndən sonra müəyyən iş adamları da, sahibkarlar da artıq maraq göstərməyə başlayıblar. Bəli. Yəni ona görə mən təşəkkür edirəm, yəni o işləri, yəni bizə dəstək olan şəxslərə təbii ki, bu liqalarda iştirak eləməyimizə də, yəni heç bir maneə törədilmir. Yəni AFFA ilə bağlı bəzən olur da, məsələn deyirlər ki, hakim düz aparmadı, nə bilim, nə filan şey oldu. Yəni orada bizdə bir dəfə AFFA tərəfindən iclas keçirildi regionda. Orada bir neçə məşqçi dedi ki, hakim düz aparmır filan hakimlə. Dedi ki, siz indiyə qədər bununla bağlı məktub yazıbsınız, məsələn bu hakimlə bağlı. Yəni rəsmi qaydada da klub hansısa oyunda məsələn hansısa oyunda gördünüz, səhv qərar gördünüz. Deyir ki, xeyr yazmamışıq. Deyir ki, yazmamısınızsa biz necə bilə bilərik? Yəni siz gərək yazasınız ki, biz onu araşdıraq. Yox, düzdür. Bəli. Ona görə yəni məsələn mən belə deyək də hakimlə bağlı nəsə bir narazılığım olanda təbii ki, olmur, oyundur bu. Yəni komanda orada hakim qolu vurmur ki, indi müəyyən ola bilər səhvlər olsun. Amma olanda belə, yəni müəyyən e-maillər var. Biz onu rəsmi şəkildə müraciət edirsiniz də, yəni. Bəli, rəsmi şəkildə müraciət edirəm və tədbirdə görülür. Müəyyən qədər oyuna buraxmırlar yenəsə. Yəni bu rəsmi qaydada olmalıdır təbii ki. Məsələn tutub belə klub rəhbəri olaraq məsələn çıxıb sosial şəbəkədəmi, nə bilim klubun səhifəsindəmi təşkilatçını tənqid eləyə bilərsiniz hardasa, amma təhqir etmək olmaz. Yəni müəyyən təhqir istənilən halda olmaz. Bəli, istənilən halda olmaz. Amma tənqid də sağlam tənqid olmalıdır. Region liqasında indi bir nədir ki, hər bir orada təşkilatçını tənqid edir? Açıq danışın. Bəli, 100%. Yəni biz tərəfdən yəni siz də o komandalardan birisiniz. Mən o sualı ünvanladım. AFFA-nın sizə komandalarından birisiniz. Sizə olan dəstəyində, yəni olmalı olan dəstəyində nəsə çatışmayan bir şey varmı? Yəni dediniz ki, yox. Xeyr, qətiyyən yoxdur. Yəni AFFA-nın sizə bir xüsusi simpatiyası da yoxdur da. Yəni AFFA öz işini görür ki, regionda bu liqa inkişaf eləsin. Kifayət qədər də maraqlı liqadır və kifayət qədər də il keçdikcə liqanın baxımlılığı artır. Öz adımdan danışıram. Şəxsən mən oradakı fərqi hiss edirəm. Və mənə lazımdır ki, bu komandalardan və ümid eləyək ki, AFFA-nın dəstəyi bütün komandalara eynidir, bərabər səviyyəlidir. Necə ki, ümid eləyirəm, inanıram buna.
Və AFFA-dan əlavə istərdim biz verilişdən, buraxılışdan əvvəl söhbət elədik ki, regionda sizə bu stadionunla bağlı dəstək göstərən adam var və bir kompleks halına gətirmək istəyir. Çox sevindirici haldır, mən sizə deyim bunu. Buyurun, bununla bağlı. Stadion rəhbərliyi hörmətli Səxavəttin müəllimdir. Biz ona xüsusi təşəkkür edirik. Çünki biz artıq 3 ildir ki, region liqasında fəaliyyət göstəririk. O uşaq liqaları heç də, yəni başqa yerdə olur məşqləri. Təmənnasız olaraq verib bizi stadion. Elə onu soruşmaq istəyirdim. Adını çəkdi. Səxavət dediniz. Səxavəttin müəllim. Səxavəttin bəyin marağı nədir orada? Marağı masalda idmanın inkişaf etdirilməsidir, belə deyək. Yəni bir müddət öncə o stadion satışa çıxıb da rəsmi şəkildə bir 5 il bundan öncə. Xəzər Lənkəran stadionu komandası olanda bir də Masallı komandası çıxmışdı. Xəzər Lənkəran komandası bu stadionu aldı. Aldı stadion tikmək məqsədi ilə. Stadion elə bir ki, zabora alındı, içindəki panellər söküldü və orada stadion inşa olunacaqdı. Sonradan elə oldu, Xəzər Lənkəran da fəaliyyətini dayandırdı, bu stadion da fəaliyyətini dayandı. Yəni o yeni alan şəxs ki var Səxavəttin müəllim, o alan vaxtı orada panel zad olmuyor. Yəni o panellər indi alan, məsələn bəzi adamlar deyir ki, o aldı panelləri satdı da. Yəni belə bir şey yoxdur. Bu adam bizə təmənnasız olaraq verib oranı, istədiyimiz vaxt orada oyun keçiririk, məşq keçiririk və hətta ötən mövsüm biz səfər oyunlarına gedəndə bizə maddi dəstək də göstərmişdi. Yəni idman istəyən adamdır. Sadəcə olaraq oradakı kompleks şəklinə gətirilib çıxarılacaq müəyyən işlər, yəni görmək istəyir, bu vədləri verib bizə. Yəni onun üçün də müəyyən qədər maliyyə lazımdır, vaxt lazımdır. Biz də yəni çalışırıq ki, inşallah, yəni 2-ci liqaya vəsiqə qazanacağımız təqdirdə hər şeydən əvvəl üzr istəyirəm, nəticə lazımdır. Bəli, 100% nəticə lazımdır və belə deyək, biz ötən mövsüm PF rəhbəri ilə də görüşdük, xahiş elədik. Bizə dedilər ki, stadion bizə göstərin. Yəni 2-ci liqanın tələblərinə uyğun. Beşiktaş futbol liqasından görüşmüşdünüz ki, 2-ci liqaya çıxmaq xahiş eləyək də. Məsələn, Lerik komandası var idi 2-ci liqada. Onların nə uşaq futbolu var, nə play-offa gəlib çıxmışdılar, yəni region liqasında, nə birinci yerə çıxmışdılar. Yəni orada futbol ənənəsi olmadığına görə o Lerik komandasını 2-ci liqaya buraxmışdılar. Amma Lerik komandası Lənkəranda oynayırdı. Yəni o Lerikdə hava şəraitinin uyğunsuzluq olmağı, bir neçə oyunun təxirə getməsi Lənkəranda oynayırdı. Yəni biz xahiş elədik ki, bizim artıq fəaliyyətimiz var da 5 illik. Həm uşaq futbolunda nizam-intizamlı vaxtında oyuna gəlmək baxımından, istər hakimlərə qarşı, yəni diqqət. Məsələn, stadionda heç bir azərkeş və yaxud da ki, kimsə hakimi üstünə nə bilim hücum eləsin ya təşkilatçılıqda problem olsun. Bu barədə yəni biz ona şərait yaratmamışıq. Mən özüm yəni klub rəhbəri olaraq stadionun içində oluram. Yəni əhatəsində sağlam rəqabətin tərəfdarısınız. Yəni o komandada gələndə, yəni mən orada əvvəlcədən hakimlərdən icazə alıram, bir məlumatlandırıram, deyirəm məsələn biz indi orada şəraitimiz yoxdur deyə setka yoxdur. Məsələn ip çəkmişik. Deyirəm ki, məsələn ipdən önə keçməyək, hakimlərə mane olmayaq. Gələn komanda rəqib komanda deyil, bizim qonaq komandamızdır. Yəni hörmətsizlik eləməyək. Yəni müəyyən şeylərdə məlumatlandırıram ki, futbol, yəni gəlsinlər rahat idmana hər şey gözəl dincəlsinlər, olsun. Yəni, hər şey intizamlı, bəli, qayda, sağlam bir rəqabət. Bəli, 100%. Yəni əsas məqsədimiz bizim budur. Yəni sözsüz ki, futbol bunu tələb edir. Futbolda intizamsızlığa yer yoxdur və futbolda neqativ hallara yer yoxdur. Və istərdim komandanın futbolçularından danışaq. Əsasən region futbolçularıdır, legioneriniz varmı? Necədir bu futbolçular? Yəni region liqasına çıxış etməyə baxmayaraq rəqabət yüksəkdir, komanda sayı çoxdur. Legionerlər var bəzi komandalarda və asan rəqabət yoxdur orada. Mən bildiyimə görə, öz səviyyəsinə görə də region liqasının və futbolçulardan necədir vəziyyət sizdə? Futbolçuların bizim əksəriyyəti Masallının özündəndir. Yəni digər yer Masallı uşaqlardır, Masaldandılar. Lənkərandan da o qapıçımız var, məsələn, 2 qapıçımız Lənkəranlıdır. Bizdə Masalda biraz qapıçı problemi var da, yəni golkiper demək olar ki, yox. Nə bağlıdır? Boyla bağlı yoxsa? Yox, ümumiyyətlə yəni məşqçi yoxdur. Yəni onunla yəni məşğul olsun yenəsə, yəni bu şeylər yoxdur. Amma oyunçularımız var, məsələn, Səlyandan da götürmüşük, məsələn, 2-ci liqa Lerikin daha çox regiondan götürürsünüz. 2-ci liqanın belə deyək də komandalarından ki, onlar ki, məsələn, əvvəl də bizdən gəliblər, oynayıblar, kömək eləyiblər, onları götürmüşük, yeni transfer, yəni qış transferində onları əlavə elədik. Bir nəfər legioner varımızdır, İbrahim də adı. Haralıdır? Afrikadandır, Sudandandır. Burada tələbədir. Bakıda Ada Universitetində oxuyur. Yəni o region liqası üçün göstəricidir, yəni. Bəli. Yəni o həm belə deyək də
daha ora onsuz da peşəkar oyunçu gətirmək olmaz. Yox, yəni zaten peşəkar liqa Bəli, deyil. yəni orada əsasnamədə qaydalar var da, 3 il Bilmirəm. Azərbaycanda yaşamalıdır. Bəli. Həvəskar, yəni futbolla məşğul olmalıdır. Bu kimi şeylər. Yəni onu da cəlb eləmişik, ev oyunlarında gətiririk. Yəni xərclərin qarşılayırıq, yol xərcləri, müəyyən şeyləri. O da gəlir həvəslə oynayır. Baxma, azarkeşlər də. Effekti varmı futbolçunun? Yəni çox da güclü deyil, amma yəni öz region liqası çərçivəsində belə dəstəyi var da. Bəli, 100%. Yəni indi o məşqçi baxırda müəyyən vaxtda gözləyir, məsələn, bir ikinci hissənin müəyyən vaxtında. Məşqçimiz də C kateqoriyalı, UEFA dərəcəli baş məşqçidir, Bəxtiyar Mehrəliyev. Özü də millidə də oynayıb, Xəzər Lənkəranda da oynayıb, Masallı komandasında da oynayıb. Yəni istəyir o da mən də, yəni bu region liqasında ümumiyyətlə o əldə olunan gəlirlərdən ancaq uşaqlara xərcləyirik, yol xərclərinə xərcləyirik. Nə mən 1 manat özümə götürürəm, nə Bəxtiyar müəllim özünə 1 manat götürür. Yəni hədəf başqadır. Hədəf yəni istəyirik ki, böyük futbolu, yəni yavaş-yavaş təbii ki, tələsmədən. Peşəkarlığa, peşəkar liqa uğrunda. Bəli, hə, yavaş-yavaş istəyirik ki, qabağa getsin. Tələsməkdən də məncə bir şey çıxmaz. Xeyr. Çünki tələsməyin bir mənası da yoxdur. Bəli, yol istənilən halda qısa yol deyil, uzun yoldur. Amma düzgün istiqamətdə addımlar atılsa, peşəkarlığa doğru can atılsa məncə biraz zamanı qısaltmaq olar. Amma istənilən halda yol uzun yoldur. O səbəbdən də region liqasında çıxış edən bütün komandaları sözsüz ki, uğurlar və buyurun davam edə bilərsiniz futbolçularla bağlı. Belə deyək, yəni o dediyim kimi transferi də gətirməkdə məqsədimiz futbola biraz da marağın artırması, yəni gənc nəslin, uşaqların biraz da yəni futbola həvəsləndirmək, stadiona gətirmək. Uşaqlar tanıyırlar futbolçuları, komandanın oyunçularını. Bəli, bizim belə deyək də fan klubumuz var. Hətta məsələn üçün səfər oyunlarına da gəlirlər. Məsələn üçün Lənkəran oyununda hardasa 500-ə yaxın azarkeşimiz gəlmişdi. Yəni biz artıq qrup açmışıq şeydə WhatsApp vasitəsilə. Orada məlumat sosial şəbəkələrdə də mən onların hamısını özüm idarə edirəm. Yəni xüsusi biz işimiz yoxdur. Oyundan əvvəl oyun haçan keçiriləcək, özüm paylaşıram. Yox, işin miqyası elədir ki, hazırda bir xüsusi bir struktur yaratmaq kimi bir imkanınız da yoxdur. Yəni o belə deyək, stadion xəttinə qədər Bəxtiyar müəllimlə biz çəkirik. Baxmışam, şəkillərdə görmüşəm onu. Özünüz stadionun xəttini çəkirsiniz. Hərdən biraz qazonunu da yoluna qoyursunuz. Yəni istəyirik ki, yenə də deyirəm də, bu məhdud çərçivədə olan maddiyyatla, yəni biz əlavə işçi götürüb o işləri görə bilmirsiniz. Həm də ki, istəyirik işin içində olaq bu işləri, yəni daha qabağa aparmaq üçün bu işlərin içində olaq. Yəni yəni yenə də deyirəm, o xəttin çəkilməyidir, nə bilim. Məsələn indi qar yağmışdı, 2 gün sonra oyun olmalı idi. Bizdə də yaxşı, yəni güclü qar yağdı. Qədər yaxşı, nadir hallarda görülən bir qar. Yəni onu biz özümüz orada taxta iskamerkaları vardı, yəni oturacaqlar. Onlara ip bağladıq, başladıq çəkməyə, qarları təmizlədik. Ki oyun təxirə getməsin. Oyun təxirə getməsin. O digər məsələn Lənkərana sala bilərdi, Lənkəran Olimpiya kompleksinə. Amma azarkeşin gəlməyin nəzərə alaraq istədik ki, azarkeş o gəlsin evdə rahatlasın. Bəlkə azarkeşlər üçün onun da bir xüsusi ləzzəti olub. O soyuq havada, şaxtalı havada maraqlı bir oyun izləmək. Hə, yəni artıq o 2 gün sonra orada qar qalmamışdı. Yəni biz onu təmizləyəndən sonra gün də çıxdı, normal vəziyyətə gəldi. Yəni deməyim odur ki, artıq bu mövsümdən azarkeşlər də belə deyək, çılğıncasına azarkeşlərimiz var. Hətta bizim dünənki gün üçün oyunumuz var idi. Xıdırlı oyunu təxirə salınmışdı. Orada təhlükəsizlik səbəbindən Səlyanda oyun birinci hissədə dayandırılmışdı. Təhlükəsizliyi nəyə görə? Yəni polis əməkdaşları az idi və azarkeşlər polis hakimlərə və bizə hücum intizamsızlıq var idi. Bəli. Yəni təmin olunmadığına görə hakim oyunu dayandırdı. İndi onu təzədən onlara texniki məlumat verilmişdi. Onlar apellyasiya məhkəməsinə verdilər və onların qismən təmin olundu olan şikayəti. İkinci hissəni biz Biləsuvarda neytral meydanda dünənləri oynadıq. Qalan hissəni. Bəli, ikinci hissəni elə bir 45 dəqiqəni oynadıq. Nəticə nə oldu? 2-1 utduq orada. Hə, hal-hazırda da təşəkkür edirəm. Hal-hazırda da qrupda ikinci yerdəyik, 32 xalla. Yəni Cənub bölgəsindən də 3 komanda play-off mərhələsinə yüksəlir. Artıq 2 oyunumuz qalıb inşallah ki. 2 turdan sonra artıq play-off oynayacağıq. Bəli, play-off oynayacağıq. Yəni belə deyək, o azarkeşlərə deyirdi ki, gəlməyin də, azarkeşsiz olmalı idi. Yəni tam şəkildə. İsrar eləyirdilər ki, biz gələcəyik. Axırı xahiş qrupda yazmışam ki, xahiş edirəm gəlməyin ya nəsə. Yəni təkid eləyirdilər ki, hökmən gələk. Və son olaraq da bir məqama da toxunmaq istəyirəm. Dediniz ki, biraz infrastrukturla bağlı işlər görülür. Çünki stadionun ətrafında
bir ərazi var ki, orada komanda üçün bir kiçik məşq stadionu mu deyək, qapalı stadionu mu deyək. Bu nəzərdə tutulurmu? Bəli, stadion rəhbərliyi oranı yəni öz şəxsi mülküdür, yəni hər hansı bir qurumun balansında deyil, şəxsi mülküdür. Orada müəyyən kompleks işlər aparmaq istəyir. Məsələn, mini stadion tikmək istəyir. Yəni biz də müəyyən xahişlər, təkliflər irəli sürmüşük ki, o işləri görəsiz ki, biz 2-ci liqada da iştirak eləyək. Məsələn, 2-ci liqanın əsasnaməsində ən azı 400 azarkeş yer olmalıdır, oturmaq üçün stadion setki alınmalıdır, soyunub geyinmə yerləri, çimmək yerləri, müəyyən şeylər ki, olmalıdır. Dedik ki, heç olmasa o şeyləri gətirin ki, bu meyarlar var ki, onlara cavab verməlisiniz. Bəli, cavab verməlisiniz. Yəni o gəlib region liqası ilə 2-ci liqa tamam fərqli şeylərdir. Çünki orada burada məsələn bir dənə azarkeş oyun qutardı, biri qaçdı, sevinə-sevinə girdi içəri. 2-ci liqada girsə 200 manat cərimədir. Hə. Yəni hər dəfə bunu qarşılamaq lazımdır. Onun da o qədər büdcə yoxdur ki, onu 20 nəfər girdi içəri, bu 2000 manat məsələn, 4000 manat hardan gətirib verəcək. O məsələləri stadion setki alınmalıdır. Bu şeyləri xahiş eləmişik. O da öz üzərinə götürüb, yəni deyib ki, inşallah ki, eləyəcəm. Yəni mənə biraz vaxt verin. Biz də hələ ki region liqasında çıxış edirik. İnşallah ki, hədəfimiz də 2-ci liqaya yüksəlmək. Peşəkar futbol liqasının tələbləri gözəldir, amma bu həm də eyni zamanda təkcə tələb olaraq deyil, bu həm də komandaya da bunun dəstəyi olacaq. Bəli, infrastruktur nə qədər genişlənirsə, komandanın uğurlu addımlarının atılma şansları bir o qədər böyüyür. Odur ki, bu istiqamətdə sizə və komandaya dəstək olan və ümumiyyətlə region liqasında çıxış edən, ümumiyyətlə Azərbaycan klublarına dəstək olan hamıya uğurlar, təşəkkürlər və istəyərdik ki, region liqası, çünki UEFA-nın bayrağı altında keçirilən yarışlara da qoşulur bizim komandalar. Biz bunun şahidi də olmuşuq, maraqlı oyunlar da izləmişik, işıqlandırmışıq. Ümid edirik ki, bu il də bizim Azərbaycan təmsilçisi UEFA region liqasında kifayət qədər yaxşı bir nəticə ilə üzləri güldürə biləcək. Belə, Mirəlim müəllim, təşəkkür edirəm ki, zaman tapdınız, uzun yol qət elədiniz, masaldan gəlmisiniz bilirəm. Bu mövzunu müzakirə etmək üçün Bakıya gəldiniz və müzakirəni məndən etdiniz. Təşəkkür edirəm sizə. Belə, dəyərli izləyicilər, İdmanda nə baş verir podkastının daha bir buraxılışı AFFA-nın təşkilatçılığı ilə keçirilən region liqasına həsr olundu. Ümid eləyirəm ki, müzakirəmiz kifayət qədər maraqlı alındı və azarkeşlər kifayət qədər məlumatlanacaqlar ki, Azərbaycanda belə bir liqa var və belə bir liqanın daxilində nələr baş verir. İzlədiyiniz üçün təşəkkür edirik. Sağ olun, salamat qalın.